Hər kəs salam dostlar. Uzun müddətdən sonra, hardasa bir ildən sonra geri döndüm və bu bizim 4-cü bölümümüzdür. Bu bölümümüzün qonağı elm insanı, həyatını elmə həsr etmiş Vüsal, Uspace, Yusifli bəydir. Vüsal. Vüsal, xoş gəlmisən bölümümüzə. Xoş gördük. Sənə ilk sualım, niyə elmi kütləvi bloger? Ay, pandemiya vaxtı idi. Qərara gəldim ki, beynimdə olan bütün məlumatları falan yığım bir yerə video çəkim. İlk dəfə YouTube-dan başladım. Başqa sahələrdə yoxlamışdım. Məsələn, özüm motion design vaxtı çalışmışam. O videoları falan paylaşdım, görüm yaxşı nəticə əldə eləmirdi. Həm də mənə yaxındır da, yəni riyaziyyatçılar, fizikçilərin ailəsinə böyümüşəm deyə. Yəni gözüm açandan ancaq da. Düşünürsən ki, bu indiki elədiyin şey yaxşı nəticələr verir? Yəni şikayətlənmirəm. Bəs niyə elmi kütləvi bloger? Cavab vermədin. Okey. Belə deyim də, Rusiyada müəyyən blogerlər var ki, onlar elmi kütləvi videolar hazırlayırlar. Və fırlada bilirsən rahatlıqla. Ona esinləmə deyirlər, fırlatma yox. Amma Azərbaycan dilində məlumatları paylaşacaq bir kanal yox idi. Yəni, ən azından mənim qabağıma çıxmamışdı. Qərar gəldim ki, niyə də Azərbaycan dilində eləməyim? Düşünürsən ki, bu məşəl sənsən də bu? Yox, tək mən deyiləm. Mən bu sahəyə girəndən gördüm ki, yox, məndən paralel bu işi görən adamlar da var. Əsl peşən nə idi bəs? İxtisasım hüquqşünasdır. Oy, bля. Sən orada tutuzdura bilmədin? Yox, tutuzdura yox, mən işləmişəm öz sahəm üzrə. Neynirdin? Hüquqşünaslar neynir? Biraz danışa bilərsən. Fərqli sahələrə yönələ bilərsən də. Sən hansı sahədəydin? Motion. Mən hərbi yox, mən okey, başa düşdüm. Çox sağ ol. Dəyməz. Məktəb illərimə biraz getmək istəyirəm. Nə gülürsən? Yox, məktəb illərinə niyə qayıdıram maraqlıdır. Necə oxumusan ümumiyyətlə məktəbi? Normal. Nə deyim, belə aşırı mükəmməl oxumaq yox. Mən indi daha çox şey öyrənirsən də hal-hazırda. Onsuz da bilgilər var idi. Yəni o belə deyim də sənə. Yəni bundan qabaq dediyim kimi də riyaziyyatçılar ayrı. Evrim Acızad o vaxt yox idi deyə fırlatmağa yer tapa bilməmişdin. Kim yox idi? Evrim Acızad deyirsən. Yox, o vaxtı yəni kimə xitab eləyim ki? O vaxt mənə uşaqları falan düzüb şey eləmirdin. Yox. Filan şey. Atom fizikası zət. Bugün səndədir zət. Eləmirdim belə şeylər. Yox. Çünki beynəşlərin necə idi? Attestatımda demək olar ki, hamısı 5-dir, səhv etmirəmsə kimya 4 idi. Savadlı, hər şey bilən bir şagird olmusan da. Öyrənməyə çalışmışam. 9 dəfə 5. Oha, yəni 45. Nə olar? Düşünməyə amma şey tapını, yəni basırsan da ona görə şey çıxa bilmirsən. Bonsu canlı deyil də, mən kəsə bilirəm. Növbəti sual əzbərləməmişəm deyə bir sual bağışlamasan kimi zəkalı, üstün zəkalı bir insan deyiləm. İzləyicilərin verdiyi suallar, o sənin etiketllikləri. Onun üçün ümumiyyətlə kiməsə aylıq ödəniş edirsən ki, mən sənə ayda bu qədər pul verəcəm. Harda ki video görsən mən etiketlə ki, bu nədir? Yox, ona ehtiyac. Bəs onların suallarına cavab tapmaq sənə asan olur? Hər dəfə yox. Hər dəfə yox. Girib baxırsan ki, Evrim Ağacı nəsə çəkib bu haqda, yoxsa oradan götürürsən? Yox, mən ümumiyyətlə Evrim Ağacına son 1 ildir ümumiyyətlə kanalına girmirəm. Yəni şişəndə belə olur. Hətta mən sənə belə bir şey deyim. Deyirsən, bir dostum var, Arif Qərib. Buradan Arifə salamlar. Buranı kəsərik sən. Zarafat. Arif bir də video paylaşmışdı. Bir həftə sonra Evrim Ağacını paylaşmışdı. Yəni şey kimin olmasın da ki, biz ancaq amma sənin videonu paylaşmayıb da bir həftə sonra onun videosunu paylaşdı. Mən çəkdiyim mövzu barədə Rus bloger paylaşmışdı məndən 2 həftə sonra. 7 dəfə 7. Uşaqlar, hər şey göz qabağındadır. Yəni hələ də düşünür. Yaxşı, sən söz verin, montajda bunun cavabını ver. 47 deyəcəm də orada, hə, yaxşı deməlisən. 47 eləyir bu arada, mən bilmirəm. Bu sahədə kumirin kimdir? Yəni kimdən daha çox video fırlatmağı daha çox sevirsən? Bu sahədə kumirim. Bu sahədə kumirim Veritasium kanalıdır. Nə? Veritasium. Dünyanın ən məşhur orqanı növüdür. Veritasium. Dünyanın ən məşhur elmi kütləvi kanallarından biridir. Bir də Vsos'dur. O da elmi kütləvi kanaldır. 2 dənə. Vüsal, səncə sevgi nədir? Elmi cəhətdən bunu bizə izah edə bilərsən? Mən bu arada video hazırlamışdım. Sevgi dediyimiz... Sevgi yoxdur. Sevgi sözünü bir dəfə gətirdim dilə. Zəhmət olmasa danışaq. Sevgi əslən qalsa bizim beynimizdə baş verən neyrokimyəvi reaksiyalardır. Sevgi dediyimiz.
Yəni kimisə misal üçün görürük beynimizdə müəyyən paternlər var da, müəyyən izlər var ki, bizə Patern nədir? patern izlər. Müəyyən izlər. Ya arada bir belə sözlər soxursan ki, mən bilirəm. Adı odur da, abi adı odur. Tamam. Müəyyən izlər var ki, o izlər bizim beynimizdə trigger, Azərbaycanla tərcümə edirəm, qıcıqlandırıcı reaksiya yaradır. Və qıcıqlandırıcı reaksiya yaradanda beynimizdə neyrokimyəvi reaksiyalar baş verir və hormonlar ifraz olunur da. Həm stres hormonudur, nə bilim. Bəs sevgi burada hardadır tamam? Sevgi məhz burdadır da. Bu neyrokimyəvi reaksiya baş verir və sən kiməsə qarşı hər hansı bir hisslər dediyimiz hisslər yaranır. Bu orada. Yəni əslən qaza hər bir şey hormonlara dirənir. Hər bir şey hormon. Beynimizdədir, hər bir şey beynimizdədir. Ya da seks. Səncə bu dağları kim yaradıb? Misal. Bu dağları kim deməzdim, dağlar necə yaranıb deyə bilərəm. Yəni yer kürəsi üzərində plitələr var. O plitələr sadəcə olaraq bir əməlli bilirsən, hə misal, qəşəng plitələr var. Yəni misal üçün Himalay dağları da belə yaranıb. İki plitə bir-birinə toxunduğu zaman ya aşağıya doğru çökürlər. Mariana çökəkliyi tipində belə deyək də, sadə dillə izah olmaq üçün. Ya aşağıya doğru gedirlər, çökəli yaranır, ya da ki tam əksinə yuxarıya doğru. Okay. Belə dağlarda formalaşır. Yəni materiklər sadəcə bir-birinə dəyər vəssalam. Bəs misal, söyüş zad söyə bilirsən ya da əvvəllər bilirəm ki, söyə bilirdin. Bu arada əvvəl mənim Vüsal'la bir YouTube videom olub. Ona keçib baxa bilərsiniz. Nə qədər ki silməmişim. Yadıma gəldi yəqin ki, o orada bizim rollarımız fərqli idi. Bəli. Söyüş məsələsindən. Söyüş zad söyə bilirsən ya da belə deyim, bu elmi kütləvi indi blogersən də, sən elmi adamısan, alim statusunda bir insan. O alim deməzdim, alim biraz abartıldı. Kütlə içində rahat hərəkət edə bilirsən. Məsəl üçün biraz indi məşhurlaşmısan da sosial mediada. Pivə zad içə bilirsən hardasa. Görən adam məsəl şey demir, ay bilə, biz buna güvənirdik, bu da gəlib bu. Yo, mən alkaşlıq. Yo, orada məsələ bilirsən nədir? Müəyyən bir məşhurluq əldə edəndən sonra əlbəttə ki, hərəkətlərə çəki düzən verirsən, istər-istəməz. Söyüş zad şey söymürsən. Onsuz da bundan qabaq da mən ictimai yerdə söyüş falan söymürdüm. Dostlar arasında gizli yerlərdə gibi. Yox, dostlar arasında bağlıq. Ay paduşkaya qışqırırsan falan. Yox, elə yox. Yəni dostlar arasında onsuz da yəni belə şey yoxdur axı. Bəy, mənə zəhmət olmasa bu qədəhi uzadın. Yox, elə söhbət yoxdur da. Hə, onda sən mənə elə gəlir ki, sən öz dostlarının içində də şey zad edirsən. Məsələn, oturub dost məclisi, qaqaşlar oturub pivə zad üstündə. Sən durub ayağa sağlıq deyən dostlar bilirsiniz, əslində nüvələrin parçalanması bu fizika elmində falan belə şeylər eləmirsən. Yox, elə şeylər eləmirəm. Başa düşdüm. Səncə birinci toyuq yanıb yoxsa yumurta? Bunun cavabı var. Tamam, bilmək istəyirəm. İndi orada suala bir dəqiqləşdirmək lazımdır. Əgər biz sırf toyuq yumurtası və toyuqdan danışırıqsa, burada cavab toyuqdur. Yumurta anlayışı toyuğun yaranmamasından qabaq da vardı. Yəni dinozavrlar yumurta qoyurdular və s. Digər hər hansı bir canlılar zaten onsuz da yumurta qoyurdular. Yəni məməli olmayan canlılardan söhbət gedir təbii. Məməli zad və istəyiriniz söyüş zad söymür. Adım məməlidir də canlıların. Yaxşı biologiya. Toyuq necə yaranıb? Zəhmət olmasa onu mənə izah edin. Toyuğun birbaşa əcdadı T-Rex. T-Rex? Tyrannosaurus Rex. Onda biz belə çıxır ki, dinozavr yumurtası yeyirik. Qayğanazır. Əgər bütün arada olan söhbətlər çıxarsaq, hə, lore dildə desə, hə. Sadəcə basırsan əcəb. Səncə tələsən təndirə düşür? Ümumiyyətlə. Təndirin böyründən kesə düşməyəcək. Yaxşı ki, elə elmi kitab blogersən. Çünki zarafatlar səndə nəsə. Mən istəyirəm ki, sən izləyicilərə 5 dənə kitab tövsiyə eləyəsən və səbəbləri ilə birlikdə. Yuval Noah Harari Homo Sapiens. Ən birinci oxumalı olduqları kitab. Sən oxumusan mı? Ha. Bəs ən birinci onu oxumusan? Ən birinci yox. Bəs hansı cürətlə insanlara ən birinci? Yox, əgər elmi kütləvi mövzu, ümumiyyətlə elmi mövzulara girmək istəyirlərsə, ən birinci yəni yumşaq, soft giriş üçün o yaxşı kitabdır. Kosmosla maraqlananlarsa, Carl Saganın Kosmos kitabı, sonra hansı kitab məsləhət görə bilərəm başqa? Elxan adlı Qambay Qasımlının qəti. Yox, Elxan adlı heç bir kitabını oxumamışam, bəyənmirəm açıq. Niyə? Bəyənmirəm də qoydur. Bəyənməyə məcbur deyiləm. Vüsal. Kitablar qaldı, 3 dənə kitab qaldı. Deməli Carl Sagan Kosmos dedim. Sonra Stephen Hawking. Stephen Hawkingin deməli böyük olaraq qısa cavablar kitabı var. Bir də Zəhmət olsa belə maraqlı şəkilli kitablar tövsiyə edə. Carl Sagan Kosmos kitabı şəkillidir.
yeriyəmişkən. Okay. Bəsdir bu qədər məncə. Bertrand Oxumayacaqlar. 2 tomludur. Məncə sən oxumusan ancaq bu. Bertrand Russell'ın Qərb fəlsəfə tarixi. Bu qəşəng kitabdır, oxuya bilərlər. Səncə robotlar dünyanı işğal edə biləcək yoxsa yox? Bir gün ehtimal var. Hansı gün? Bir gündə nə varsa. Nə vaxt? Tam ehtimalı bilmirəm, amma yəni belə getsə, bilmirəm 100-150. Bu uzaqdan araşdırmısan. Bu barədə video da var, video çəkmişəm. Hardasa yəni ən yaxşı ehtimallarda 100-150 il sonra əgər biz robotlara özünü anlama funksiyasını versək, 100-150 ildə biz yoxuq. Hələ ki verməmişik də onu. Verə bilmirik. Niyə? Çünki biz özümüzdə bilmirik ki, o necə var. Məsələ odur. Başa düşdüm. Onda işğal eləmir də hələ ki. Hələ ki video falan düzəldir. Paylaşır. Nənə videoları düzəldir elə yoxsa. Əla. Mən çox maraqlıdır bu sual. Videolarda niyə qışqırırsan? Mən də qışqırıram. Qışqıra danışırsan. Sən eminim sənin videon qabağıma çıxanda səsi maksimum azaldıram ki, normal eşidə bilim. Bu arada UBS Production biz burada oturmuşuq hal-hazırda. UBS Production-a respect. Kolanzada onlar alıb dostlar. Niyə qışqırır? Hansı videomda qışqırır? Bütün videolarında qışqırır. Yo, mən bütün videomda qışqırmam. Zəhmət olmasa Zahid, Vüsalın hər hansı bir videosunu seçib qoyarsan da burada videonun düz ortasına. Və qışqıran videonu qoyur da. Yəni hər hansı bir videosunu. Əminəm ki, indi şərtdə yazacaqsan ki, sən özün meymundan yaranmısan, mən meymundan yaranmamışam və s. deyən dostum sənə səslənirəm. İstəyirəm astral səyahətə biraz səyahət edək. Lucid Dreams-ə gedək, okey. Bilir bunlar da. Necədir astral səyahətlə aran? Astral səyahət Gedib edən bir şey edirsən yoxdur. Ondan Yoxdur? yoxdur. Çünki biz astral səyahət dediyimiz əslində qalsa Lucid Dreams, Azərbaycanda tərcümə edirəm, idarə edə biləcəyimiz yuxu. Yəni bəzən elə olur ki, yuxuda olduğunu bilirsən və idarə edə bilirsən. Bəs mən Yusuf Günəyin videolarına baxmışam. Yusuf Baxmadan. Güney niyə səndən çox izlənir? Məsələ məndən çox izləməsi deyil. Tam da müğənniliklə tutuzdura bilmədi, gəldi astral danışdı. Sən də hüquqşünaslıqla tutuzdura bilməmsən, gəlmisən. Mən ən azı insanlara yalan məlumat vermirəm. O da yalan məlumat vermir. Yalandır axı. Astral səyahət yoxdur. Hardan sən çıxmamısan? Çünki test ediblər axı. Çünki test ediblər. Test edib kim? Somnoloqlar test ediblər. Yəni Somnoloqlar? Somnoloqlar. Yuxu mütəxəssisləri bunu test ediblər. Güya astral səyahətə gedəcək. Düşünürsən, bax bu indi mən sənə biraz elmi danışacağam hal-hazırda. Və heç kimdən fırlatmadan aramızdakı fərq. Səncə o yuxu mütəxəssisləri bunu eləyib, əslində məsəl üçün eləyə bilməyib və çıxıb gəldi ki, olmur. Bəlkə özləri eləmirlər axı. Orada test başqa cürdür. Bunu edə biləcəyini iddia edən insanı çağırırlar. Deyir ki, məsəl üçün mən astral səyahətə gedə bilərəm. Deyirlər, okey. Çox məşhur bir testdir. Deməli adam astral səyahətə getdiyini iddia edir. Uzanır və bütün aparatlar falan qoşurlar ona. Deyirlər ki, qonşu otaqda tavana biz bir kağız yapışdırmışıq və bir yazı var o kağızda. Astral səyahətə çıxa bilirsənsə, orada nə yazıldığını denə. Bəlkə o alimlər gəlib dəyişdiriblər o kağızı. Yox, dəyişdirmə söhbət deyil də. Məsələ odur. Yəni adam heç bürclərə bəs inanırsan? Yox, bürclər çünki yalan söhbət. Oy, bля. Reels videosu gəlir Zahid. Yalan söhbət. Danış niyə yalan olduğunu. Gəlməsən belə bir şey. 4 dəfə 5. Oha 20. Yəni bu qədər, yəni bu qədər düşdü. 4 vur 5. 5-ə düşdü. Bilir uşaqlar. Sual verim də sənə. Bax, sən ayın neçəsində olmusan? 26 noyabr. Neçənci il? 1997. 26 noyabr 1997. Təsəvvür et ki, 26 noyabr 1997-ci ildə sən də olmusan. Səndən eyni saniyədə, eyni dəqiqədə, eyni yerini qonşu otaqda başqa bir adam da olur. Astrologiyaya görə sizin natal xəritənizlə nə xəritəniz eynidir. Amma natal söz deyil. Yəni xəritəniz eyni, ulduz xəritəniz eynidir. Amma siz tamamilə fərqli həyat sürürsünüz faktiki olaraq. Çünki sənin həyatın ulduzdan asılı deyil. Sən məsəl üçün varlı ailədə böyüyə bilərsən, o kasıb. Amma bürclərdə mən bildiyim qədərilə maddi heç bir söhbətlər var. Şey yoxdur. Orada axı söhbəti var. Varlı oxatanlar belə yaşayır. Yox, varlıdan danışmıram. Mən insanların xəritəsindən danışıram ki, məsələn atıram, bu adam yaxşı orator olacaq, nə bilim nə olacaq, böyük orator yaxşı danışıq qabiliyyəti ola bilən insanlara, kütlə qarşısında danışa bilən insanlara deyirlər. Okay. Deyilsən orator. Yox, mən deyiləm orator. Amma mən oratoram. İki insan eyni yerdə doğulursa, onların natal xəritəsi eynidir, amma onlar fərqli həyat yaşayırlar. Bu artıq onun göstəricisidir. İkinci məsələ odur ki, bəs xarakterimiz bu sual. Bizim xarakterimiz ulduzlardan asılıdırsa,
Onda niyə görə? Məsəl üçün mən əkizlər bürcünə aidəm də. Deyirlər ki, hə bəs əkizlər O heç sevmirəm əkizlər Hamısı- bürcünü sal. Mənə bilsən nə deyiblər ən gülməli. Sən deyir astrologiya ona görə inanmırsan ki, sən əkizlər bürcüsən. Məncə Nə gayet əlaqə? haqlı bir səbəb. Bu çox haqlı, dəhşət haqlı. Yox Vüsal, sən bürclərə inan. Gəl belə eləyək, sən bürclərə inan. Yaxşı, sən belə bir şey dedin də. Avstraliyada yaşayan bir adam bizim gördüyümüz bürcləri görmür. Faktiki olaraq da, çünki o yer kürəsinin aşağı hissəsindədir. Biz yuxarıda bunları görürük. Məsələn, atıramda bu xərçəng bürcü dediyimiz bürcü görürük. Orada Amma da onu var, görmürük. orada da nə olsun? Onlar üçün eyni şey Mən də istifadə sənin bir dənə yaxşı videovu görməmişəm bu günə qədər, amma inanıram ki, sən istedadlı bir insansan. Yəqin internetin işləmir, ona görə görməmisən. Yenə yaxşı ki, yenə təkrar edirəm ki, yaxşı ki, elmi kütləvi vloger, çünki zarafat var Alınır. biraz. Bürclərə inanmadın onda belə. Yox. Səncə 6 qara pişiyin neçə ayağı var? 6 qara pişiyin 6 qaradırsa 14 dənə ayağı var. Yox, səhv dedin. Mən burada yazmışdım, 6 qara pişiyin 24 dənə ayağı var. Baxırsan necə baxırsan. Yox, mən 6 əgər həqiqətən bir elmi kütləvi bloger idinsə, sən rəqəmsal bir insan olmalıydın. Rəqəmlər daim beynivə rəqəmlər gəlməli idi və sən birbaşa 24. Fail. Buradan fail vurarsan, wasted. Yaxşı, Vüsal, gəl 3-4 dənə bomba söz de. Pigmentasiya zad nəsə şeylər. Pigmentasiya hə, elmi sözdür. Pigmentasiya, dekapitasiya, parsek, kvazar, qara dəlik. Bunların İşte səni sevdim Vüsal. İşte kuzu. Bunları niyə öyrənirsən bu sözləri? Harda istifadə edirsən? Mən öyrənmirəm o sözləri. Sadəcə müəyyən mövzu. Sən kredit götürməyə mütəxəssis sənə deyir ki, Dekapitasiya. Hə, mən də cavab verməliyəm. Yox, onun üçün yox təbii ki. Yəni sizin kruqda elmi insanlar içində misal üçün şey var. Məsəl sən 10 dənə elmi söz bilirsən, o biri 9 dənə bilirsən, onu atırsınız kruqdan. o çıxardırıq. Şey məşqiza deyirsiniz, düzülüb belə bir pigmentasiya, qara nöqtə, qara dəlik. Qara dəlik. Belə şeylər edirsiniz. Eləyirik. Yığışıb. Hər dəfə. Belə ayinlərimiz olur. Onlara mason lojası deyirlər. Siz onda pivə zadı içmirsiniz. Yox, kimsə deyir ki, içmirik, içirik. Arada fikirləşirsən, heç nə poxa keçdim indi hər kəsə hər gün nəsə elmi nəsə. Çünki bitir axı bir yerdən sonra var. Yox, bitmir, məsələ odur ki, Məncə bitmir. bitir. Axır videolara baxanda düşünürəm ki, bitir. Yox, əksinə hər dəfə yeni məlumatlar çıxır. Burada şey söhbəti deyil. Yəni mən özüm də öyrənirəm. Özüm qəliz mövzunu çalışıram özüm başa düşüm. Başa düşəndən sonra yalnız ötürürəm. Sən kimsən ki, kimə sənəyi ümumiyyətlə başa salmağa çalışırsın? Bunu elmi tərəfdən soruşuram, amma qətiyyən burada aşağılamaq. Yox, bilirəm. Elə də məsələ onsuz da. Mən kiməm ki, onu edim. Bu missiyanı niyə öz öhdəliyinə götürmüsən? Niyə insanları Onu bizim üçün eləyən Misal yox idi Azərbaycan dilində. maarifləndirməlidir? İstərəm ki, övladlarıma da yaxşı fayda verim. Yəni bunun minvalında da pul onsuz da gələcək. Sən nə məşğul olursan ol. İstəyirlər pinəçi belə ol. Nə olursan ol, sən bu işi sevirsənsə pul qazanacaqsan. Məsələ odur. Məsələn, maarifləndirmək. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçı. Papaqçılıqdan düz. Məndə də var da, Vüsal yaxşı, özümü biraz şey yapar. Mən də bilirəm bu şeyləri. Növbəti sualıma keçmək istəyirəm. Mənə çox maraqlıdır bu sualın cavabı. Gəlmişəm otağına, oyadam səni, qara giləm. Mahnısındakı qara gilə nədən bəhs edir? Qara gilə nədir? Qara dəliklə bir əlaqəsi var sənin? Yox. Bəs qara gilə nədir? Heç bir fikrim yoxdur. Ən sevdiyim mahnı nədir? Ronda la Turca, Mozart. Ay, niyə hər şey gedib? Qəribə adlar. Türk marşı yaxşı. Rondala Molka, Minto, Pigmentasiya, Türk marşı da Karl Marx. Wolfgang Amadeus Elxan Mozart, Elxan. Ronda la Turca və yaxud da ki Türk marşı adı budur. Türk marşı dedi. Ay, adı budursa niyə yenə getdin oralarda? Çünki Ronda la Turca. Astral səyahət elədin orada. Çünki adı odur. Çünki adı odur. Səncə, bu elmi sualdır artıq. Səncə niyə qarpız sırf yayda yetişir? Nar niyə yayda çıxmır? Mən nə bilim, sən bilərsən. Mən elmi Payızda. Hər bir belə deyək də ağacın deyiləm. bildim, onu başa düşdüm. Demək istəyirəm ki, hər bir bitkilər deyim, və ya güllər fərq etməz. Onun müəyyən təkamülün ona verdiyi təsirlər var. Sevgi də elə burada deyilmi? Harda? Bitkilər, təbiət. Çiçəklər, ləçəklər, böcəklər.
Mənə elə gəlir ki, sən bomba qarpız seçərsən, sırf bunları bilirsən deyə. Hə, hətta bir dəfə yox. Elmi tərəfdən orada Elmi yox. Dədə baba qarpız. qarpızı yalayıb dilindən nəsə hiss edib belə. Yox, mən qarpız yalamıram qətiyyən. Gəl bölümü burada sonlandıraq. Çünki mənim zəkam artıq əl vermir yeni suallar verməyə. Problem yoxdur. İstəsən davam edə bilərik. Mənim üçün yəni nədənsə danışaq. 9 dəfə 9.